Təsəvvür edin ki, Portuqaliyada qatara minib bir müddət sonra Sinqapurda düşürsünüz. Bu sizə ağlasığmaz gələ bilər, amma tamamilə mümkündür. Səyahət Portuqaliyanın sahil şəhəri olan Laqoşdan başlayır. Qatar oradan ardıcıllıqla bu ölkələrdən keçir. İspaniya, Fransa, Almaniya, Polşa, Belarus. Əsl macəra isə dünyanın ən böyük ölkəsi olan Rusiyaya daxil olduqdan sonra başlayır. Burada məsafə heyrancıdır. Donmuş torpaqlar, qarlı şəhərlər və sonsuz buzlaqlar arasından keçən 6000 kilometrlik dəmir yolu. Hər dayanacaqda mənzərə tamamilə dəyişir. Şimalın soyuğundan Asiyanın istisinə və füsunkar təbiətinə keçid edirsiniz. Rusiyadakı təxminən 10 günlük səyahətdən sonra Monqolistana daxil olur, Çindən keçir, daha sonra cənuba doğru Laos, Tayland və Malaziyadan keçərək nəhayət Sinqapura çatır. Müddət 21 gün, məsafə təxminən 20.000 kilometr, qiymət $4000. Bu sadəcə dünyanın ən uzun qatar səfəri deyil, həm də mədəniyyətlər, dillər və tarixlər arasında bir həqiqi səyahətdir. Hər dayanacaq bir hekayə danışır və hər pəncərə planetimizin müxtəlifliyini əks etdirən canlı bir tablo kimi təqdim edir. Belə bir uzun səyahətə çıxmağa cəsarət edərdinizmi?